Qacarlar qüdrətli olsaydılar, Qacarların qüdrəti olsaydı, təbii ki, Ruslar bizi bölə bilməyəcəkdi. Ruslar 2-ci Şah Abbas Səfəvinin də zamanında Qafqaza hücum eləyirlər, amma hücumları uğurla nəticələnmir. Şah Abbas Səfəvi, 2-ci Şah Abbas Səfəvi Rusları qovur. Belə. Çox sağ olun, var olun, minnətdaram, Allah razı olsun. Deməli, qardaş, Şah İsmailin soyadını, qardaşlar, kimin ki sualını oxuya bilmirəmsə, üzürlü hesab eləyin, lütfən. Yəni, mən ola bilər ki, çatdırıb oxuya bilmirəm, görə bilmirəm. Bizdə həm də yayın YouTube-da gedir. YouTube-da çox sağ olsunlar, dəstək olurlar, bəyənirlər. Ona görə çatdırıb hamısını oxuya bilmirəm. Yəni, tək-tük oxuduğuma görə kimisə görməzdən gəlirəmsə, yəni bu mənim təkəbbürümdən və yaxud şeydən deyil də, qardaş, sadəcə çatdıra bilmirəm, diqqətsizliyimdən də deyil, sadəcə çatdıra bilmirəm, ona görə üzürlü bilin. Qardaşımız Şah İsmailin soyadı ilə bağlı. Qardaşlar, baxın, Şah İsmailin soyadı xətai deyil. Çox təəssüflər olsun ki, Şah İsmaili bizə yanlış tanıdıblar. Yəni, Şah İsmail xətai deyən, yəni Şah İsmail xətai deyən Sovet hökumətidir. Sovetlər dərsliklərə Şah İsmail xətai kimi soxuşdurdu. Əslində xətai deyil. Şah İsmailin soyadı Səfəvidir. Səfəvi soyadı da Şah İsmailin babasına nisbətəndir. Yəni, Şah İsmailin babası Şeyx Səfiyyəddindən götürülüb soyad, Səfəvi soyadı. Şah İsmail yalnız ədəbiyyatda, şeiriyyatda xətaidir. Yəni, təxəllüsdür, ədəbi təxəllüsdür. Şah İsmailin rəsmi soyadı, rəsmi adı və soyadı Şeyx Heydər oğlu İsmail Səfəvidir. Atasının adı Heydərdir, öz adı İsmaildir, soyadı, familiyası Səfəvidir. Babası Şeyx Səfiyyəddin Ərdəbilinin adından götürülüb. Şahin, aleyküm salam. Xətai ədəbi təxəllüsdür. Məsələn, sən Şah İsmail məktub yazanda, Şah İsmail məktub yazmırdı, məsələn, öz adını. Bu məktubu yazır Şah İsmail xətai. Şah İsmail yazırdı ki, bu məktubu yazır Əbülmüzəffər Şah İsmail Səfəvi. Səfəvi yazırdı. Bəli, Şahin, bəli, qardaş. Yəni, Şah İsmaili bizə xətai kimi Sovet hökuməti tanıtdırıb. Yəni, xətai təxəllüsdür. Hə, niyə xətai təxəllüsünü götürüb? Bax, bu ikinci sualdır. Niyə xətai təxəllüsünü götürüb? Şah İsmailin niyə xətai təxəllüsünü götürməsi ilə bağlı bizim əlimizdə bir dəlilimiz yoxdur. Müxtəlif versiyalar var. Eşq olsun Şahin. Mən də elə hacı qəbulləyəm, qardaş. Müəyyən versiyaları var. Bəziləri deyir ki, Şah İsmail Xatay tayfasından olduğuna görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir ki, Hürrüm məzarını astırdığına görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir ki, Xəttat olduğuna görə xətai təxəllüsünü götürüb. Bunlar hamısı ehtimallardır. Bunlar hamısı ehtimallardır. Aleyküm salam, mexanik. Bizim əlimizdə konkret bir dəlil yoxdur ki, biz o dəlillə əsasən deyək ki, Şah İsmail bu əhvalata görə xətai təxəllüsünü götürüb. Mənim şəxsi qənaətim budur ki, qardaş, mən 10 ildir Şah İsmail ilə bağlı kitablar oxuyuram, araşdırıram. Mənim şəxsi qənaətim budur ki, Şah İsmail təvazu əhli olduğuna görə xətai təxəllüsünü götürüb. Yəni, Hürrüm məzarını astırmamışdan harca bir 6-7 il öncə də Şah İsmail xətai təxəllüsü ilə şeirlər yazıb. Xətai təxəllüsü ilə şeirlər yazıb. Hürrüm məzarından öncə də. Ümumiyyətlə, orta əsrlər üçün, orta əsr bizim ədiblərimiz üçün, bizim alimlərimiz üçün, bizim şairlərimiz üçün təxəllüs götürmək, yəni, normal bir şey idi. Bütün ədiblərimiz, məsələn, Şah İsmailin ideologu var, Qərbi Azərbaycanlı. Qərbi Azərbaycanlı Seyid Hüseyin Məhəmməd. Qərbi Azərbaycanlıdır, Şah İsmailin ideologudur, fikir müəllimidir. Qərbi Azərbaycanlı Şeyx Seyid Hüseyin Muhammed adlı bir şəxsdir. O tarixdə miskin abdal kimi tanınıb. Təsəvvür edin, adam Səfəvi devlətinin ideologudur. Adam möhtəşəm bir alimdir. Seyid Hüseyin möhtəşəm bir alimdir. Fikir alimidir, fikir adamıdır. Və bunun imtiyazları var. Yəni, kifayət qədər vəzifədə də ucalıb. Amma adam özünə miskin ləqəbini götürür. Miskin abdal.
Yəni Qərbi Azərbaycanlılar yaxşı tanıyırlar Miskin Abdalı. Yəni o məqamda olan adam Seyid Hüseyin özünə miskin ləqəbini götürüb. Və yaxud bizim şairəmi Xəstə Qasım, Tufeyli, Qurbani, yəni bu cür təxəllüslər götürən ədiblərimiz olub. Yəni insanlar, ədiblər, şairlər nə qədər yüksəlirdilərsə, bir o qədər də onlar təvazu əhli olurlardı. Yəni Allahla münasibətdə, Allaha münacatda özlərinin əzir, həqir kimi hesab edirlərdi. Şah İsmail də onlardan biri. Şah İsmail təvazu əhli olduğuna görə özünə xətai təxəllüsünü götürüb. Var olun qardaşlar, çox sağ olun, minnətdaram, yayımızı bəyənirsiniz, dəstək olursunuz, təşəkkür edirəm. Çox danışıramsa, başınızı ağrıdıramsa, qardaşlar, üzr istəyirəm. Belə, Həzrət Əbu Talib əleyhissalam, çox sağ olun qardaş, var olun, bəyənirsiniz, minnətdaram. Xasay Abbasov, mən düşünürəm ki, bəli, mən düşünürəm ki, Şah İsmail təvazu əhli olduğuna görə. Çünki bilirsiniz, Şah İsmail xüruc eləyəndə, Şah İsmail ard-arda qələbələr qazandı. Ard-arda qələbələr. Yəni, Şah İsmail qələbəni özü qazanmadı. Yəni, Şah İsmailin xüsusi bir lazer silahı yox idi ki, Şah İsmail elə 10 min nəfəri məğlub. Şah İsmailin arxasında duran, Şah İsmailin kürəyin söykədiyi kişilər var idi. Tayfalar var idi. Əfşarlar, qacarlar, qaramanlılar, talışlar, təkəlilər. Yəni, Şah İsmailin hərəkatın başladan 7 tayfa olub. Bu 7 tayfadan 6-sı Türk tayfası, bir də talış tayfası olub. Həmin bu tayfalar Şah İsmailin, 13 yaşlı Şah İsmailin ətrafında birləşirlər. Canları ilə, malları ilə, hər şeyləri ilə Şah İsmailin ətrafında birləşirlər. Və Şah İsmailin uğrunda gözlərin qırpmadan ölümə gedirlər. Bax, bu tayfaların, dediyim kimi, Qacar, Qaramanlı, Əfşar, Talış, bu tayfaların vuran qolları nəticəsində Şah İsmail qabağa gedir. Şah İsmail də qabağa getdikcəndə, o devirdə də Azərbaycanda vəziyyət çox qarma-qarışıqdır. Yəni, devlət yıxılıb, Ağqoyunlular bir-biri ilə müharibə eləyir, devlət çöküb, Yadelilər bir-birinə hücum eləyir, Azərbaycana hücum eləyirlər, çapıb talayırlar, millətə soyqırım eləyirlər, Gürcülər o yandan, bunlar, Ruslar bir yandan, o birisi bu yandan. Yəni, Azərbaycanda vəziyyət yaxşı deyil. Hamı da deyir ki, qiyamət qopub. Bu vaxt Şah İsmail xüruc eləyir və surətli qələbələr qazanır. Və bütün dərvişlər də, bütün məzlum xalqda Şah İsmaili bəhbəhlə, alqışla qarşılayır. Şah İsmail də qələbə qazandıqca xalq arasında söz-söhbət yayır ki, bu imam zamandır. Qiyamət qopdu, bu qədər zülümdən sonra qiyamət qopdu və imam zaman zühur elədi. Şah İsmailin də qulağına bu söhbətlər çatır. Mən düşünürəm ki, məhz bu söhbətləri yatırtmaq üçün, xalqın ağzını bağlamaq üçün Şah İsmail xətai təxəllüsünü götürüb. Yəni, siz ümumiyyətlə Şah İsmailin yaradıcılığı ilə maraqlananlar bilirlər. Yəni, Şah İsmailin şeiriyyatı, Şah İsmail ədəbiyyatı bütünlüklə Allaha, Peyğəmbər və Peyğəmbərin ailəsinə məhəbbətdən başqa bir şey deyil. Yəni, bütünlüklə Şah İsmailin şeiriyyatı, Şah İsmailin ədəbiyyatı hamısı Allah eşqidir, Peyğəmbər eşqidir və Peyğəmbərin əhl-i beytinin eşqidir. Çox sağ olun, var olun dostlar, var olun, minnətdaram. Bəli, təşəkkür edirəm, bəyənirsiniz, paylaşırsınız, var olun. Mən qardaş. Üzümçü ailə kənd təsərrüfatı. Qardaş, gəl belə deyək, qardaş. Ümumiyyətlə, orta əsr dünya görüşü ilə indiki dünya görüş fərqlidir. Şah İsmail
məsciddə, Təbrizdə heç kimi dini inancına görə, müasir anlamda dini inancına görə qətl eləməyib. Şah İsmailin hakimiyyətinə qarşı çıxan bütün məzhəblər, bütün etnik topluluqlar cəzalandırılıb. Başa düşürsünüz? Yəni, filankəsi sırf o məzhəbə görə yox, sadəcə müxalif olduğuna görə. Sən müxalifin adını nə qoyursan qoy. Nə qoyursan qoy. Məsələn, Şah İsmailin ən qəddar, şiddətli müharibələri şiələr üzərindən olub. İranın Müşəşə tayfası olub. Səhv etmirəmsə, Xuzistan bölgəsində yaşayıblar. Müşəşə tayfası Şah İsmailin hakimiyyətini tanımayıb. Şah İsmail tabi olmayıb. Şah İsmailin ən qəddar yürüşləri həmin o Müşəşə tayfası üzərindən olub. Əmir Feyyaz olub orada. Bundan əlavə, Mazandaran və Lahican üzərinə yürüşlər olub. Mazandaran hakimi Şiə idi, Şah İsmailə tabi deyildi. Şah İsmailin yürüşü olub onun üzərinə. Yəni, qardaşlar, bir şeyə, yəni din də onu, bilirsiniz bu nəyə oxşuyur? Yəni, tarixdə olan siyasi prosesləri, siyasi münasibətləri aparıb dinə, məzhəbə calamaq lazım deyil. Belə, çox sağ olun dostlar, var olun, minnətdaram. Bəli, Elçin qardaşım, bəli. Deyirlər ki, Şah İsmail Osmanlı ilə məsələn məzhəb davası edib. Yaxşı, Şah İsmail Osmanlı ilə məzhəb davası edibsə, bəs Uzun Həsən nəyin davasını edib? Bəs Uzun Həsən nəyin davasını edib? Uzun Həsəndən Fatih Sultan Mehmed, hər iki rəhmətlik, Allah ikisinə də rəhmət eləsin. Fatih Sultan Mehmedə də, Uzun Həsən Bayandıra da. Hər ikisi eyni dindən, eyni məzhəbdən olub. Hər ikisi Hənəfi məzhəbindən olub. Yaxşı, Fatih Sultan Mehmedlə Uzun Həsən nəyin müharibəsini edirdi? Əmir Teymur rəhmətullahi əleyhinə İldırım Bəyazid. Bunlar nəyin müharibəsini edirdi? Qardaş, bunlar hamısı siyasi münasibətlərdir, siyasi müharibələrdir, iqtisadi müharibələrdir. Şah İsmaildən sonra hakimiyyətə gəldi. 230 il sonra, Şah İsmaildən 230 il sonra hakimiyyət gəldi Nadir Şah Əfşar. Bax, Nadir Şah Əfşar, bax bu kişi gəldi hakimiyyətə. Nadir Şah Əfşar, bax Nadir Şah Əfşarın məktubları var burada, baxın məktublardır. Osmanlıya yazdığı məktublar. Həm məktubların surəti var burada, həm də məktubların mətni var burada. Bu məktublarda Nadir Şah Əfşar rəhmətullahi əleyh Osmanlı sultanlarına o qədər şeylər təklif edir ki, sülh müqaviləsi bağlanması üçün çox güzəştlər təklif edir. Bunu eləyək, Nadir Şah Əfşar Osmanlılara deyir ki, bunu belə eləyək, onu elə eləyək. Amma heç biri ilə Osmanlılar razı olmuyorlar. Nadir Şah Əfşar Səfəviləri söyür də. Deyir ki, onlar səhv eləyiblər. Səfəvilər səhv eləyiblər. Osmanlıya deyir. Gəl, indi mən gəlmişəm. Mən türkmanam, gəlmişəm hakimiyyətə. Gəlin məndən sülh bağlayın. Nadir Şah Əfşar bunu Osmanlılara təklif eləyir. Amma nə olur axırı? Razı olmuyor. Deməli, qardaş, bunlar, yəni sadəcə din, məzhəb, bunlar hamısı bəhanədir. Söhbət güc söhbətidir, söhbət iqtisadi söhbətlərdir. Yəni belə, Mərdan Cəfərov. Yazıb ki, sən türksən yoxsa. Mərdan müəllimin özünü soruşsun. Allah and olsun, bəlkə də türklü yazardan heç əlaqəsi yox deyil. Mən bir dənə, Mərdan müəllim, üz quruşuma bax. Aleyküm salam. Aleyküm salam qardaş, aleyküm salam. Səmid müəllim, buyurun qardaş, təbii ki verə bilərsiniz. Yəni bildiyimizi deyəcəyik, bilmədiyimizə deyəcəyik ki, qardaş, bilmirik. Bəli qardaş. Onlara de, eşq olsun qardaş, var olun. Onlara de, çox sağ ol qardaş, var olun, minnətdaram. Sənan, bəli qardaş, tamamilə doğru, tamamilə doğrudur. Yəni.
Vitla əgər deməli qardaş çatdırıb oxuya bilmirəm. Üzürlü hesab eləyin lütfən. O padar quşçu, eşq olsun. Eşq olsun padarlara. Mənim padar dostlarım da olub, quşçu dostlarım da olub, qardaşlarımız olub, yaxşı. Deməli. Belə, İsmail Türk idi. Qardaş, bir söz deyim də. Şah İsmail'in anadan olduğu ortam, Ərdəbil şəhərində Şah İsmail olub. Türk ortamı idi. Türkmen ortamı idi. Şah İsmail'in ana dili, yəni Şah İsmail doğulandan ana dili Türk dili olub. Azərbaycan türkçəsində danışıb. Şeirin də yazıb Azərbaycan türkçəsində. Və Şah İsmail'in ətrafında olan müridləri də 90% olub türk, 10% olub tağışlar. Yəni Şah İsmail Azərbaycan türk mədəniyyətini, mən qətiyyən mənim talışlarla bağlı heç bir problemim yoxdur, and olsun Allaha. Yəni Şah İsmail'i mənim üçün əziz edən, onun milli kimliyi yox, onun vətənimiz üçün etdikləridir. Yəni mən Şah İsmail'i sırf türk olduğuna görə yox, Şah İsmail'i Azərbaycan naminə vuruşduğuna görə, xalqımızın vuran qolu olduğuna görə, xalqımızın adın ucaltdığına görə, xalqımızın imzalar içinə dünya imperiyaları arasına attığına görə mən Şah İsmail'i sevirəm və rəğbət bəsləyirəm. Amma Şah İsmail'in ana dili, Şah İsmail'in doğulduğu ortam, ailəsi, yəni bunlar daha çox Türkman mədəniyyətinin bir parçası idi. Başa düşdünüz qardaş? Tutalım Şah İsmail, yaxşı mən söz demirəm. Mənə deyir ki, yalan deyirsən. Tutalım mən səhv deyirəm. Yaxşı, Şah İsmail Talış mədəniyyəti üçün, Talış milləti üçün neyniyib qardaş? Və yaxud Şah İsmail Kürd milləti üçün neyniyib qardaş? Yəni bir Kürd, bizim bir Kürd qardaşımız Şah İsmail'in hansı cəhəti ilə fəxr eləyə bilər? Məsələn, mən deyirəm ki, Şah İsmail'in sayəsində Azərbaycan türkçəsi köçərlərin dili olmaqdan çıxdı. Yəni Osmanlıda türk dilin bəyənmirlərdi. Yəni orta əsrlərə qədər, Şah İsmail'ə qədər bütün türk hökümdarları, istisnasız olaraq bütün türk hökümdarları aristokrat olduqlarını, zadəgan olduqlarını ispat eləmək üçün Fars dilində danışırlardı. Fars dilində şeir yazırlardı. Necə ki, bizim o Sovet vaxtı bizim aristokratlarımız dırnaq arası özlərin zadəgan, aristokrat göstərmək üçün Rus dilində yazırdı. Çar devrində, Çardan sonra bizim o ziyalılarımız dırnaq arası hamısı Rus dilində yazır, pozurdu. Yəni Azərbaycan dili cahillərin, kəndlilərin dili idi. Orta əsrlərdə də aristokratların, zadəganların dili Fars dili idi. Yəni hökümdarlar özlərin əsilzadə olduqlarını göstərmək üçün Fars dilində şeir yazırlardı, yaradırlardı, danışırlardı bir-birinə. Şah İsmail gəldi, bu stereotipi dağıtdı. Şah İsmail türk dilin, Şah İsmail türk dilin saraya gətirdi. Türk dili orduda var idi, bəli. Osmanlı ordusuna türk dili var idi. Çünki Osmanlıların da ilk öncə vuran qolu türklər idi. Türkmen tərəkəmələr idi. Amma sarayda yox səviyyəsində idi. Şah İsmail türk dilin gətirdi saraya. Və bunun da nəticəsində Azərbaycan türkçəsi böyük rəğbət qazandı. Məsələn, Gürcü ilə erməni bir-biri ilə türk ilə danışırdı. Ləzgi ilə avar bir-birindən türkçə danışırdı. Azərbaycan türkçəsində danışırdı. Yəni Şah İsmail bizim Azərbaycan dilin, doğma dilimizi beynəlxalq bir dilə çevirirdi. Başa düşün, yəni aşağı təbəqənin dilin qaldırdı saraya.